Salam, xoş gördük. Yenidən sizin də həmişə olduğu kimi mənəm həkim, psixoterapiya, yalan və bədəndiri üzrə ekspert Elnay Rəhimov Tambovski. Bəy pasiyentimin verdiyi suallara əsasən davam edirəm. Sual verir ki, mənim sevgili olduğum xanım məni blokdan açıbdır. Bu nə deməkdir? Məni sevirmi? Eləmi? Ona qayıtdım, sadəcə bir kəlmə dedim. Blokdan açıb. Onu başa düşdük. Nə qədər keçib üzərindən? Deyir ki, bir həftədə açıb. Deyəm ki, yaxşı. Nəsə bir şey yazıbmı? Nəsə bir şey etiraf edibmi? Deyir, yox. Hörmətli bəylər, xanım əgər sizi blokdan açırsa, bunun bir çox səbəbləri ola bilər. Birinci səbəb narsistik bir səbəb ola bilər. Narsistik, egoistik səbəb. Yəni, əgər toksik münasibətdəsinizsə, xanım sizi hər zaman test eləmək istəyəcək. Yəni, o mənada test eləmək istəyəcək ki, baxacaq, görəcək ki, siz xoşbəxtsiz olduğunuz kimi, yoxsa bədbəxtsiz. Əgər bədbəxtsizsə, o sevinməyə başlayacaq. Əgər yox, xoşbəxtsizsə, üzülməyə başlayacaq ki, mənsiz də bu adam xoşbəxt ola bilir. Bu, birinci variantdır. İkincisi, sadəcə yoxlamaq istəyəcək ki, sizin reaksiyanız nədir? Görsə ki, acgöz kimi ona yazırsınız, yalvarırsınız, düşünəcək ki, bu zaten heç yerə gedən deyil, zaten bu buradadır. Yəni, işlərim tərs keçsə, yenidən ona qayıda bilərəm. Yəni, uzaqlaşacaq sizdən. Bir üçüncü variant. Dəyər azalmışdır. Yəni, onu özünə dəyərli hiss elətdirən adam ya yoxdur, ya da düşünüb ki, ondan səndən daha yaxşı alınacaq, amma pis alınıbdır, faktiki olaraq. İnsan da iki negativlə qarşılaşanda daha az negativ olanını qəbul edir. Səndən zaten pis idi, ondan isə daha pis oldur. Ona görə fikirləşib ki, bəlkə bu mənə dəyər verdi. Yəni, dəyər almaq istəyir. Bir başqa bir variant, yazığı gələ bilərmi sənə? Ki, mən ona qarşı düzgün hərəkət eləmədim. Ola bilər. Məsələ burasındadır ki, bu variantların hamısı ola bilər. Əgər bu variantlar var ikən, necə iddia eləyə bilirsən ki, məni blokdan açıbsa demək məni sevir. Xeyr, qadın psixologiyası bu şəkildə işləmir. Əgər ortada bir sevgi varsa, real etiraf olmalıdır, real yazı olmalıdır və konkretlik olmalıdır. Əks halda bütün bunların hamısı qadın zehninin oyunlarından biridir. Diqqətinizə görə minnətdaram. Sağ olun.